Müsafaha olsun, musamaha olsun, rəvadarı olsun. Kiminə? Kitabı uyandırıb, özünü öldürüb, özünü məhv edib. Gedirsən Farsına təzədən, ya bu fişələrini qəbul elə. Başına it oynayasılar. Ki Tehran belə olsa biz belə olacaq və İrlandiyanı göstərir. Hindistan ol, mən İrlandiyalım. 70 ildən sonra. Sən təzədən qayıdırsan deysən, İran dedin. İran qəbul etdin, tamamiyyət ərzi qəbul etdinsə, mən belə deyirəm, onda sən demək ki, Azərbaycan türkünə, türklücə, dövlətçilicə, dövlətə, bu millətə xiyanət edirsən. Və bu cinayətlərdə şərik olursan sən. Ancaq bu günləri Azərbaycanın güneyində var. Bu millət Azərbaycanın istiqlalını qoyub. Oradan gələn istiqlalçı olmayan adamlar bu işlə də məşğul olan deyir, qardaş, istiqlalçılıq ağır basır. Mən qayıdıb gəncimə deyəcəyəm ki, ged evində otel bunu istəmə, baxaq görəni olsun. Millət bağır görür ki, Azərbaycanın quzeyində bir dövlət qurulub və əgər o dövləti mən deyirəm, çatışmamazlığı vardırsa, güc azdır. Azərbaycanın güneyi müstəqil olanda çox hadisələr bu bölgələrdə baş verəcək. Dəfələrlə soydaşlarımız deyirlər ki, Amerika Azərbaycanın güneyini istiqlalını istənir. Mən Amerikaya getməyə ərəfəsidir, qələt edir. Əgər dostlarımızdan Türkiyədən, Azərbaycan Cumhuriyyətinə kimsə istəmir, başını duvara vurur. Millət istəyir. Azərbaycanın güneyində yaşayan millət istəyir ki, bu istiqlalı. Və bizim soydaşlarımız əgər qayıdırlar ki, Şiə məzhəbində, ya İslam dinində olan o təqiyyə məsələsidir. Mənim istiqlal ürəyimdədir. Sən bu günləri bu milləti səfərbər eləməlisən. Bu gün öz hizmətini yerinə yetirməlisən. Aydının Ziyalının bir işi var. O kitablar, yandırılan kitabların ki, Əli bəy dedi, yanıb hələ onu bərpa etmək çətindir, elm bəlkə bir şey. Onun özündə bir şeylər var, onu bu gün sən deməlisən. O hür yaşamalıdır. Azərbaycanın güneyində millət istiqlal istəyir. Kimsə deyir, yox. Diyalog açıqdır, hamımız bir-birimizə danışa bilərik. Və biz də bu xaricdən top, tüfəng atarlı döyürük. Terrorizmə də gedən də dəyirik. Qonşularımızın hamısı həm terrorizmlə məşğuldular, başda Tehran rejimi olmaq bəra. Yəni Tehran rejimi bugün hər terroru eləyibdir. Yalan deyirəm, bir nəfər çıxsın yalan deyirsən. Erməni bu işlə məşğuldur, Kürdlər bu işlə məşğuldular. Dörd tərəfimiz ətir səpən yox, zəhəri səpən bir başqa bir şeylərdir. Azərbaycanın güneyində bu millət istiqlal istəyir. Və bu millət istəyir öz dövlətini qura və bu millət də belə o gün ki, Azərbaycanın güneyində Təbrizdə öz bayrağını vurdu, Azərbaycanın quzeyində Araz kənarında kimsə bu millətin qarşısını alıb, o bütövlüyün qarşısını ala bilməyəcək. Və bu millətçilik də heç istəmir kimsəyə ağ-siksat verək. Bu millətçilik insansevər bir millətçilikdir. Amma düşmanına demək ki, qarşı çıxmayacaq, ona güllə atılmayacaq. O səhv yox. Biz duracaq bu günləri Farsa yalvaracaq, yox. Filiyəzi eşir, filan, ay, Kürdə qurban olum, ya öyrən söhbətlər yox. Elə bir söhbətlər yoxdur. Toprağından sıx, dövlətimin varlığını qəbul elə, mənim egemenligimi qəbul elə, onda sən də yaşam, mən də yaşayayım. Təşəkkür.